Salam, mənim kanalımın gözəl xanımları, necəsiniz? İnşallah ki, yaxşı olarsınız. Qızlar, hər həftə söz verdiyim kimi bu həftə də sürpriz hədiyyəmi sizlərə təqdim etmək istəyirəm. İnşallah sevərsiniz, bəyənərsiniz, ürəyinizcə olar. Allahın izni ilə gözləyin, indi mən qızlar göstərim. Qızlar, baxın, belə bir dəst götürmüşəm. İstədim ürəyinizcə olan bir şey olsun. İnşallah bəyənərsiniz. İndi mən bunu açım. Əziz xanımlar, hər zaman çalışıram ki, mətbəxdə daha çox olur xanımlarımız və istəyirəm ki, əlinizin altında sevərək istifadə edəcəyiniz bir əşya olsun. Bunun üçün də bu gün belə bir dəst götürdüm. Mən bunu açım. İnşallah qızlar bəyənərsiniz, ürəyinizcə olar. Yəni çox istəyirəm ki, ürəyinizcə olsun. Göstərim. Yəni mən özüm də bundan istifadə edirəm. Yəni öz evimdə də var da, yəni sevərək istifadə edirəm. Qonaqlarım gələndə, yəni özüm üçün də almışam. Baxın qızlar. Baxın qızlar. Yəni həqiqətən də indi armudlu stəkanlar daha çox muhtadır, bilirsiniz özünüzdə. Yəni əslən qalsa, yəni mən özüm də armudlu stəkanda çay içməyi çox sevirəm. Yəni qonaqdan da öncə, yəni özüm də istifadə edirəm, yəni çox sevərək də istifadə edirəm. Baxın qızlar, nəlbəşisi vəbşə mənim xoşuma gəldi. Göstərim sizə. Baxın. Görün nə gözəldir nəlbəşisi ilə bir yerdə. Həqiqətən də çox gözəldir qızlar. Yəni çox bəyəndim mən həqiqətən də. Yəni hamısına baxmışam qızlar. Alanda eləyəndə olur, bir də görsən qırıq, nə bilim sınıq ya. Heç birində yoxdur, yəni çox şükür ki. Yəni yenə də göstərim, baxın. Qızlar, şərtləri bilirsiniz əslində, yəni şərtlər elə bir çətin deyil. Çoxlu yorum yazan xanım qalib olacaq. Əgər məsələn 50 dənə, 60 dənə yorum yazılıbsa, məsələn 2 nəfər də eyni yorum yazıb, məsələn 50 dənə çıxıb da saymışam 50 dənə çıxıb. O zaman püşk atacam və birini seçəcəm. Mənə elə gəlir ki, yəni bəyənəcəksiniz, ürəyinizcə olacaq. İnşallah qızlar. Bəyənsəniz yazarsınız ki, çox gözəl hədiyyədir, yəni mən də sevinərəm. Çünki istərdim ki, hamınızın ürəyicə olan bir şey olsun. Qızlar, siz inşallah yorumlarınızı, gözəl yorumlarınızı yazarsınız Allahın izni ilə. Və çoxluca qızlar. Bəyənərsiniz də, bəyənə atarsınız da, tanışlarınıza da deyərsiniz, məsləhət görərsiniz kanalıma. Siz də mənə belə dəstək olarsınız. Mən də çünki çalışdığım qədər sizləri sevə-sevə dəstək olacam. Gözəl hədiyyələrlə. İnşallah, amma onu deyim ki, 1000 abunəyə özəl Allahın izni ilə çox gözəl bir hədiyyə qoyacam. Yəni həqiqətən də bayılacaqsınız da o hədiyyəyə. İnşallah yaxınlarınızla da bölüşərsiniz. Onlar da abunə olarlar, yəni paylaşarsınız, bəyənərsiniz Allahın izni ilə. Hər şey çox gözəl olar. Oldu qızlar, mən sizlərlə sağollaşıram. İnşallah gələn videoda görüşərik. İnşallah mən sabahları qalbimizi seçəcəm.